Salam, hər vaxtınız xeyir. Bugün sizlərə do you think ilə verilən suallar barədə danışacağam. Do you think sizcə, səncə deməkdir. Əgər danışıq zamanı qarşıdakı şəxsin fikrini öyrənmək istəyiriksə, onda aşağıdakı cümlə strukturundan istifadə etməliyik. Do you think, üstəgəl mübtədə, üstəgəl xəbər. Qeyd edeyim ki, do you think hissəsində sual strukturu olduğu üçün digər tərəf, yəni ikinci cümləmiz nəqli cümlə strukturunda olmalıdır. İndi isə nümunələrə baxaq. Do you think he loves me? Səncə o məni sevir? Do you think I'll pass the exam? Səncə mən imtahanı keçəcəm? Və sonuncu cümləmizə baxaq. Do you think she will like my gift? Səncə o mənim hədiyyəmi bəyənəcək? Əgər cümləmizdə həm səncə, həm də sual sözlərindən, yəni kim, nə, hara, neçəyə, nə qədər, niyə, necə istifadə ediriksə, bu halda isə bu cümlə strukturundan istifadə edirik. Sual sözləri üstəgəl do you think, üstəgəl mübtədə, üstəgəl xəbər. Məsələn, indi isə nümunələrə baxaq. Who do you think he loves? Səncə o kimi sevir? Where do you think she is? Səncə o hardadır? What do you think she wants? Səncə o nə istəyir?